Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Qarşıda gələn Dünya Azərbaycan Həmrəylik Günü münasibətilə hər birinizi təbrik edirəm. Bizim dövlətimizə, millətimizə 2026-cı il xeyirli uğurlu olsun inşallah. Əziz millətim, bilirsiniz mən nə ilə bağlı indi məcbur oldum burada bu məsələni danışmağa. Yəqin ki, hamınız gördünüz bu müğənni var, nədir o? Röya. O Röyanın Xətai rayonuna getməsi, tədbirə getməsi və orada Xətai rayonu icra hakimiyyətinin başçısının və onun komandasının həmin o qadını necə qarşılamağı və o qadının həmin o icra hakimiyyəti başçısına olan hörmətsizliyi, yəni onun əynindəki paltardan bilinir ki, o icra başçısına qarşı boyda hörmətsizlik göstərir. İndi məsələ burada nədir? Məsələ budur ki, ay icra hakimiyyətinin başçısı, sənin orada cənab prezidentin sərəncamı ilə, əmri ilə oturmuş adamsan, sən orada vəzifədə oturmuşsan. Gör sənin özün bu nətər deyim ki, belə pis çıxmasına, bu mənəviyyatın ya özün nətərdir ki, sən Röyanı nə hesab edirsən? Sən icra hakimiyyətinin başçısan, sən yalnız dövlət rəhbərlərinin qarşısına çıxmalısan elə. Röyanı nə sayırsan ki sən? Röya sənin üçün kimdir? Yəni, böyük bir şəxsiyyətdir. Mən də Röyadan danışmıram. Röyanın keçmişi nə olub, indikisi nədir, nə bilim, sabahı nə olacaq. Mən üçün maraqlıdır o adamın şəxsiyyəti. Ümumiyyətlə, özü maraqlıdır. O kimdir? Sadəcə olaraq təsadüfən mən çıxdı bu sosial şəbəkələrdə qarşıma. Mən xəcalət çəkdim. Xəcalət çəkdim. Az qaldım ki, ölüb yerə girəm bunların yerinə. Özünüzə hörmət qoyun. Özünüzə hörmət qoymursunuzsa, tutduğunuz vəzifəyə, posta hörmət qoyun. Sizin kimi adamların namizədliyini kim verir bax icra başçılığına? Sizin axı sənədlərinizi kim təqdim edir dövlət başçısına? O adamlar araşdırılmalıdır. Ayıb deyilmi? Utanmırsanmı özündən, əhalidən, xalqdan? Bu adam kimdir? Bu adam oxuyandır. Nə bilim, nə oxuyur, heç bilmirəm. Mən ümumiyyətlə bu oxuyanlarla əlaqəli bir şeyim yoxdur. Laf deyək ki, nə bilim, nəsə oxuyur. Bu oxumaq özü var. Bu oxumaq özü naboyda sənətdir ki. Bu adam memardır, bu adam, nə bilim, kiber təhlükəsizliyi üzrə, nə bilim, nədir bu? Bu kimdir ki bu? Bu oxumaq öz sənətinin özü naboydadır ki, bu oxumalığa, bu mütrifliyə bu qədər qiymət qoyduğunuza görə bu cür icra hakimiyyətinin başçısı bu sektorun adamlarını belə qarşıladığı üçün əhaliyə də örnək olur və əhalidən çoxsu mütrifliyə meyillidir. İnsan da mütrif olanda onun üçün müqəddəs heç nə yoxdur. O adam üçün nə vətən sevgisi var, nə millət sevgisi var, nə dövlət sevgisi var. Hər zaman özünü əyləncə naminə sata bilər hara istəsə. Yəni siz bunu mu aşılamaq istəyirsiniz bu cəmaata? Biz gəlirik ora, hüquq müdafiə təşkilatlardır, dövlətçilə xidmət edən qurumlarıq biz. Biz gəlirik orada, vətən uğrunda, millət uğrunda canımızı qoymuşuq, fəda eləmişik. Gəlirik biz orada icra hakimiyyətlərinin qapısından polis bizi bıraxmır. Ayıb deyil bu boyda kişisən düşünürsən kimisə qalır. Biz burada qalmışıq sən düşün kimisə qarşılıysan. Sənə nə verdi axı o? Nə verdi? Bax bütün ölkənin sosial şəbəkələri səndən danışır. Sənin tutduğun vəzifəyə, sənin oturduğun kresloya hörmətsizliyindən danışır hamı. Olmaz mən buradan şəxsən xahiş edirəm. Dövlət rəhbərimizdən bu adamları və bu tipi insanları vəzifədən götürsünlər. Necə ki, bax, biri bu 47 gün işlədi, çıxdı rüşvət korrupsiyaya görə. Belə adamlar da götürülməlidir. Belə adamlar da götürülməlidir. Təpərli kişilərə qiymət qoymuyor. Belə adamların qabağına gül çiçəklə gedir. Ələ tutub tort kəsmək, adamın bilirsiniz nətər, çox iğrənc bir görüntüdür. İğrənc, iğrənc. Onu o posta oturan adam eləməli deyil. Röyanın əlindən tutub tortu aparıb kəsən hansısa bir dumbulçalan olmalıdır. Hansısa bir nə bilim nə xalq qarşısı olsun da, xalq sözü var qarşısında ona görə, xalqdan sonra görünə gəlir. Artist. Heç kimin xətrinə dəyməsin, çox üzr istəyirəm, olanı danışacaq. Kimsə təhqir eləmək istəyənə deyir, artistin bir artist.
Yəni bununla mən heç kimi pisləmək istəmirəm. Bizim xalq artistlərimizdən var, Ramiz Balayev, Rasim Balayev kimi dahilərimiz və onun kimlər insanlar var, onlardan iraq olsun, onlara demirəm. Yəni ümumi mənada deyirəm ki, yəni sizin dövlət adamlarının, sən ictimai, siyasi bir post oturmuşsan, sən dövlət nəhayət ki postunda oturmuşsan, sən bu boyda Xətai rayon icra hakimiyyətinin başçısı, sən kreslonu hara aparıb, duburladıb atırsan hansısa müğənninin ayağının altına? Sənə kim icazə verib ki? Sən özündən ola bilsin ki, sən o Röya adında qadının nəsə oxuyur, oynayır, bilmirəm nədir, ondan xoşun gələ bilər. Amma özün gedərsən işdən çıxarsan, gedərsən ona tort dalarsan, ona nə bilim şəkil də çəkdirərsən, amma sən bu postda otura. Bunu eləyə bilməzsən, bu xalqa hörmətsiz idi. Sən görürsən nə boyda insanlar qalxıblar ayağa. Cəmaatı nifrət edir bu show biznesdən, bu itdən, pişikdən cəmaat bura qədər gəlib çatıb. Siz gedib reklam edirsiniz bunları. Yenə də təkrar edirəm, insan özünə hörmət qoymaz. Bu aydın məsələdir. Bir tutduğun vəzifəyə, posta hörmət qoy. Dövlətimizə hörmət qoy. Başının üstündə bayrağı qoyub saxlayırsan, cənab prezidentin portretlərini saxlayırsan başının üstündə, o kabinetə hörmət eləyir, hörmətlə yanaşır. İnsanda bu səviyyə, adam danışdıqca şeydən düşür, nədir, əsəbi oluruq, nitqimizi də itiririk. Mən bilmirəm, belə adamların yenə nədir, mən nə təkrar edirəm, yəni dövlət böyüklərimiz baxacaqsa, məlumat çatacaqsa, yəqin ki, bütün sosial şəbəkələr bununla bağlı bar-bar bağırır, yəqin ki, məlumatlar olacaq, bu adam haqqında tədbir görmək lazımdır. Yaraşma, dövlət adamı dövlət adamına oxşamalı. Dövlət adamının imici var. İmici. Bax, o imici qoruyub saxlamaq lazımdır. Dövlət məmuru, dövlət adamı imicini, dövlət adamı, böyük dövlət məmuru belə hərəkətlər eləməz, yaraşmaz. Bir daha deyirəm, ayıb olsun. Çox sağ olun, gecəniz xeyrə qalsın.